Azərbaycan futbolunun ən məşhur klublarından olan Neftçi rəhbərliyi baş məşqçi Samir Abbasovla əməkdaşlığı dayandırmaq qərarına gəlib. Klubdan əldə etdiyimiz məlumata görə bu addım əsasən uğursuz nəticələrlə bağlıdır. Son olaraq İmişli doğma meydanda 2-3 hesabı ilə məğlubiyyət rəhbərliyin səbr kasasını daşırıb və qərarın verilməsinə səbəb olub. Maçın sonunda Abbasov paltar dəyişmə otağında komandayla vidalaşıb, futbolçular və personal onunla qısa söhbət ediblər. Arxada qalan 12 turda Neftçi yalnız 15 xal toplaya bilib. Bu nəticələr klubun yüksək gözləntilərindən xeyli aşağıdır və azərkeşlərin narazılığına səbəb olub. Həmçinin bu nəticələr yerli və xarici mütəxəssislər tərəfindən də tənqid olunub. Rəsmilər hesab ediblər ki, komandaya yeni nəfəs, fərqli taktika və motivasiya lazımdır. Buna görə də baş məşqçi ilə yollar ayrılıb. İdman analitikləri bildirirlər ki, Abbasovun gedişi komandanın gələcək performansına böyük təsir göstərə bilər. Bəzi mütəxəssislər hesab edir ki, istefa doğru qərar idi və klub yeni baş məşqçi ilə mövsümün ikinci yarısında uğur əldə edə bilər. Digərləri isə qeyd edir ki, komanda hələ də toparlana bilərdi və rəhbərlik daha çox səbir göstərməli idi. Hazırda Neftçi rəhbərliyi yeni baş məşqçi üçün axtarışlara başlayıb, azərkeşlər və futbol ictimaiyyəti yaxın günlərdə rəsmi açıqlamanın gözlənildiyini bildirir. Komandanın gələcək maçlarında yeni rəhbərlik altında necə nəticə göstərəcəyi maraqla gözlənilir. Sizcə, Samir Abbasovun istefası Neftçi üçün doğru qərar oldu, yoxsa klub səhv etdi? Fikirlərinizi şərhlərdə yazın. Daha çox futbol xəbərləri də təhlillər üçün kanalımıza abunə olun və xəbərdarlıqlarınızı açın.